Salam əziz dostlar, bir də kanal izləyicilərimiz. Bugünkü günün mövzusu nə olacaq? Versabit həvəskarları üçün belə Geo firmasına məxsus pompadır. Versabit pompası, yəni təkər dolduran nasosdur. Bunu birlikdə incələyəcəyik dostlar. Burada bunun kraşdeynidir, tutacağı. Hansı ki versabitə bağlanır. Nasos keçir ora. Hissəyə. Baxın, belə keçir. Keçəndən sonra burada da bir limen göndəriblər üstə. Bu bildiyiniz kimi versabit sürənlərin çoxu bilir. Sirkələnmədən, vibrasiyadan, bu çıxıb buradan düşməmək üçün, belə sığorta üçün, straxovka üçün bir limen də veriblər üstündə bağlamağa. Bunu göstərəcəm. Bir də dostlar, uzun belə boltları var. Su qabının altdan bağlayacaq ki, yer tutmasın. Uzun veriblər ki, su qabı ilə bir yerdə üstə qoyub, su qabı ilə bir yerdə bağlamaq olur. Yox. Burada manometri də var dostlar. Çıxardaq bunu. Bunun manometri var. PSI dəyəri ilə ölçülür. Barla yox, PSI dəyərindən gəlib üstündə dostlar. PSI dəyər deməli 1 bar, hardasa 14,5 səhv eləmirəmsə PSI dəyərə bərabərdir. Niyə məhz Geo? Dostlar, Geo ona görə ki, həm yüngüldür, həm çox funksiyalıdır. Bu hissədə bundan top da, nəinki versabit təkəri, hətta top da doldura bilərik. Həm də dostlar, bunun burasında elə əyirik. Baxın, o biri nasoslara fərqli olaraq bunu belə vuranda barmaq gedib bura dəymir. Yəni, baxın dostlar, dirənir. Yəni, əlin qalıb arasında qalmır. O beləncə pompalaya bilirik. Bir də burada ağzının toz, palçıq getməmək üçün belə qoruyucusu var. Gəlin, vaxt itirmədən versabitə necə quraşdırılır, onu da göstərim. Gördüyümüz kimi dostlar, bunu su qabının altına indi açacam mən. Su qabının altına bura quraşdıracaq pompanı. Gəlin, vaxt itirmədən davam eləyək. İlk növbədə su qabını çıxardırıq buradan. Bu hissə şestikranikdir dostlar. Atvorka burada işləməyəcək. Onun üçün bizdə belə bir versabit naboru var. Versabit haçarının naboru. Mini. Buradakı şestikraniklərdən ora düşəni seçirik. Deməli budur. Bu ölçüdədir. Açırıq oradan. Gördüyünüz kimi açdıq dostlar. Bir də onu qeyd edeyim ki, dostlar, bunu bilənlər bilir, bunu mən bilməyənlər üçün göstərirəm. Yəni, əli, atvorka, vintaçan tutan hər bir kəs bunu eləyə bilər də. Bir çətin bir şey yoxdur burada. Qoyduq bura, su tutacağın da dostlar üstündən, yəni, gördüyünüz kimi. Aldırıq ora, çətin bir şey deyil. Başlayırıq sıxmağa. Sıxım sizə göstərəcəm. Və gördüyünüz kimi dostlar, bax, bağladıq bunu bura. Altdan bunun öz kraşdeyinin, üstdən də su tutan qabı qoyursan. Su kraşdeyin. Su qabının daha doğrusu kraşdeyinin. Su burada qalır. Yeni başlayan dostlarımız üçün çəkdim bunu. Çətin bir şey deyil, çox sadə bir şeydir. Yəni, bunu bura bağlamaq heç nədir. Bir də dostlar, bu buradan çıxıb düşməmək üçün onun rimenini də bağlayacam, straxovkasını. Rimeni də buradan taxırıq. Sadə bir şey dostlar. Gördüyümüz kimi rimen də onu sığorta eləyir ki, sirkələnmə vaxtı düşməsin oradan. Bu qədər sadə. Bir də bağlayanda diqqət edin. Bunun burada təmzimləməsi var, sağa, sola. Çalışın biraz bəri tərəfdən bağlayın ki, oradan həm ayrı dursun, həm də çıxaranda əlinizi salıb ona diqqət edin. Bu qədər. Sağ olun. Kanala abunə olmağı unutmayın. Gələn videomuza qədər
Bəyənin. Qoy bilməyənlərə də getsin, video çatsın. Dostlar, faydalı olsun. Sağ olun. Gələn videoya qədər.